Bəli, biz hamımız robotuq. İnsan o vaxt ağıllı olur ki, özünün robot olduğunu dərk edir. Aha. Biz hamımız robotuq. Ay nə bilim mənim iradə gücüm, istəsəm siqaret tərk edərəm, tərk edə bilməzsən. Sən robotsan. Bütün robotlar kimi sənin də işləmə prinsiplərin eynidir. Nə qədər depressiv səslənsə də. Bəli. Amma bizim nə yaxşı ki, bir 5-10% dəyişmək imkanımız var da, o robotu dəyişmək imkanımız var ki, xüsusilə günün əvvəlində. Üzərimizdə dilə. Biz bilirik ki, robot olduğu dərk edib, onun üçün vərdiş qurmaq elmi çox vacibdir. Beyin təbii ki, istədiyi məlumatları yadda saxlayır. Aha. Amma çoxunu unudur da. İstədiyi məlumatı yadda saxlaya bilir, istədiyini də unudur. Amma bu o demək deyil, bizim o prosesə giriş imkanımız yoxdur. Aha. Aydındır? Deyək ki, beyin istədiyi məlumatları yadda saxlayır, istədiyini unudur. Mən indi gözümü yumursam, gözün qabağına yəqin ki, müğənni deyəndə Şakira ilə Jennifer Lopez gələcək. Bəllidir nəyə görə. Yəni bu təbii də, yəni bu bəllidir. Yəni sənin hansı hüceyrələr və beyin hüceyrələri toxunub bu deyək. Amma mən istəsəm, indi ad çəkimdən sonra aşağılarda çıxa bilər. Deyək ki, Arizondakı hansısa bir deyək ki, yüksək müğənnisini də istəsəm yadda saxlatdıra bilərəm öz beynimdə. İndi beyin o təbii işləmə qanunları mən müdaxilə eləyib, onu aldada bilirəm mən.